Duracağa aparılan avtomobilin oradan çıxarılması üçün artıq əvvəlcədən cərimə ödənişi şərt olmaya bilər. Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsində müzakirəyə çıxarılan yol hərəkəti haqqında qanuna təklif edilən dəyişikliklərə əsasən, nəqliyyat vasitəsinin sahibi yalnız mühafizə olunan duracağa aparılma və saxlanma haqqını ödədikdən dərhal sonra avtomobilini geri ala biləcək. Layihənin müzakirəsində iştirak edən millət-vəkili Bəhruz Məhərrəmov bildirir ki, saxlanma haqqının hesablanması isə avtomobilin duracağa gətirildiyi gün deyil, növbəti gün saat 00-dan başlayacaq. Əgər vətəndaş duracağa gətirməni qanunsuz hesab edirsə, eyni zamanda vətəndaşın avtomobilinə gətirilmə zamanı, saxlanma zamanı hansısa zərər dəyibsə, şəxsin aidiyyəti qaydada, inzibati qaydada və məhkəmə qaydasında şikayət etmək hüququ var. Həmçinin, əgər vətəndaşın şikayəti təmin olunarsa, eləcə də inzibati tənbihlə bağlı icraata xitam verilərsə, şəxsin nəqliyyat vasitəsi də, eləcə də onun ödədiyi müvafiq zamana görə ödəniş də artıq vətəndaşa geri qaytarılacaq. Qanun layihəsində diqqət çəkən digər mühüm dəyişiklik isə avtomobil yollarının kateqoriyası və sürət rejimi ilə bağlıdır. İlk dəfə olaraq qanunvericilikdə ödənişli avtomagistral anlayışı ayrıca müəyyən edilir və bu yollarda maksimal sürət həddi 110 km/saat sürətdən 130-a yüksəldilir. Minik avtomobilləri, o cümlədən icazə verilən kütləsi 3,5 tondan artıq olmayan yük avtomobilləri ödənişli avtomagistrallarda 130 km/saata qədər maksimum sürətlə hərəkət edə biləcəklər. Adi avtomagistrallarda isə bu sürət həddi 110 km, digər yollarda isə 90 km/saat maksimum müəyyən edilir. Mütəxəssislər bildirir ki, mövcud yol hərəkəti haqqında qanun 1998-ci ildə qəbul edilib və bu illər ərzində yol infrastrukturu ciddi şəkildə dəyişib. Yeni layihə isə bu dəyişikliklərin yalnız bir hissəsini əhatə edir. Qeyd edək ki, qanun layihəsi Milli Məclisin plenar iclasında birinci oxunuşa tövsiyə olunub. İslam Əşrəfov, Nərmin Məmmədhəsənli, Vüsal Cəfərov, Xəzər xəbər.